Sabahınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışı efirdədir. Azərbaycan neft ixracını azaldıb məlumatı dövlət neft şirkəti yayıb. Qurumun Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına əsasən ötən ay Ceyhan liman vasitəsilə daşımalar 11% aşağı düşərək 1,5 milyon tona yaxın olub. Novorossiz kəməri ilə 170 min ton neft nəql edilib ki, bu da 2012-ci ilin eyni dövrünə nisbətən 1,4% azdır. Yalnız Supsa limanı vasitəsilə neft ixracı artıb. Dekabr ayında bu limanla xarici bazarlara 242 min ton neft daşınıb. 2012-ci ilin müvafiq dövrünə nisbətən 50% çox. 2013-cü ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi artıb. Keçən il bu sığorta növü üzrə 25,3 milyon manatlıq sığorta ödənişi həyata keçirilib. Bu məbləğ 18.477 sığorta tələbi üzrə ödənilib. Ümumilikdə 2013-cü ildə sığorta ödənişlərinin həcmi 3,7 dəfə artıb. Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlığın inkişafı məqsədi ilə hökumətə yeni layihələr təqdim edib. Ölkədə, xüsusən də regionlarda yeni sahibkarlıq subyektlərinin yaradılması, gənc sahibkarların stimullaşdırılması, aqrar sektorun dirçəldilməsi, ixrac ürününün məhsul istehsalına nail olmaq və bu layihələrin əsas məqsədləridir. Regionlarda sahibkarlıq fəaliyyəti daha da gücləndirilməlidir. Bu sahədə biz Sahibkarlar Konfederasiyası Azərbaycan hökumətindən davamlı işlər görürük ki, Azərbaycanda regionların inkişafı artırır. O cümlədən Azərbaycanda ixracatın artırılmasına, xüsusən də ixracatda qeyri-neft sektorunun məhsullarının artırılmasına önəm verməlidir. Biz bu yıl Azərbaycanda bizim bütövlükdə ixrac potensialımız idxaldan ikilərə çoxdur. Ancaq bu ixracatın böyük hissəsi neft və neft məhsullarına bağlıdır. Ancaq biz isə istəyirik ki, strateji olaraq gələcək baxış 2020-ci il proqramı nəzərdə tutulur ki, qeyri-neft sektorlarının məhsullarının ixracatı hesabına xüsusi çəkin artıraq və hətta gələcəkdə ixracatda neft sektoru və qeyri-neft sektorunun payı 50% olsun. Son dövrlər ölkəmizdə satılan məhsullar, xüsusilə də meyvə-tərəvəz arasında geri dəyişdirilən məhsulların həcmi artıb. Mütəxəssislərin fikrincə isə belə məhsulların insan orqanizminə təsiri sona qədər öyrənilmədiyinə görə onlar potensial təhlükə mənbəyidir. Yüksək məhsuldarlıq və bu məhsulun uzun müddət xarab olmaması. Məhz bunu təmin etmək üçün kənd təsərrüfatı məhsullarının yeni dəyişdirilir. Bu əsasən xaricdən gətirilən meyvə-tərəvəzdə müşahidə edilsə də artıq ölkəmizdə də belə məhsullar yetişdirənlər var. Demək çoxlu yüksək məhsullarlıq verir, davamlı olur, istiyə soğuğa davamlı olur. Məsəl üçün 25 il bundan əvvəl, 30 il bundan əvvəl qışda qarpız olmaz, ümumiyyətlə mümkün deyil, hər yerdə var. Pomidor olmazdı, hər yerdə var. Kənd təsərrüfatı işçilərindən çoxlu məhsullarlıq əldə etmək üçün bulunurlar. Əhalinin də biliyi azdır, qeyməti tələbat yaradır, malları alır. Ekspertlərin sözlərinə görə ölkəmizdə hazırda satılan kartofun 40%, pomidor və qarpızın 80%, qarğıdalı, soya kimi məhsulları isə 98% geri dəyişdirilmiş məhsullardır. Gen nə sözdür, gen nə olan şeydir? Ondan mənim başım. Biz bazarın içində alıb içində satırıq. Tərtəmizdir, standartlı, ondan sonra bütün tərtəmizində bir ləkə olmur. O bilir ki, uca demək buna nəsə hansısa dərmanın vurublar. Yeni dəyişdirilmiş məhsullar çox gözəl olurlar, formalı olurlar, paketli olurlar, salafanda yığırlar. Bunlar yeni dəyişdirilmiş məhsullar. Bunlar amma yox, təbii məhsullarla. Dəyişdirilmiş məhsullar iri həcminə və gözəl görünüşünə görə fərqlənir. Amma bu məhsullar digərləri ilə müqayisədə dadına görə geri qalır. Yeni modifikasiya olmuş məhsulların yetişdirilməsi və idxalı ilə bağlı ölkəmizdə müəyyən qanunlar və qadağalar var. Amma görünür, bu problemi aradan qaldırmaq üçün yetərli deyil. Aidiyyatı qurumlar bu təhlükənin ciddiliyini sanki anlamaq istəmir. 3 min manat, yaşları şəxslərə 10 min manat, hüquq şəxslərə 50 min manat cərimələr də nəzərdə tutulur. Nədir bu? Bu ancaq və ancaq bunun Respublikamıza daxil olmasının qarşısını almaq. Hətta belə Nazirlər Kabineti öz qərarında dəyişiklik edilib və qərarda göstərilir ki, hansı
demək kənd təsərrüfat məhsul istehsalçısı geri dəyişdirilmiş məhsullar əkəcəksə, buna subsidiya verilməyəcək. Mütəxəssislər deyir ki, təbii məhsul istehsalçılarına güzəştlərin tətbiqi fermerləri orqanik məhsullar yetişdirməyə stimullaşdıra bilər. Bu isə problemi qismən də olsa həll etmiş olar. Aysel Fərziyeva, Elvin Muradov, Lider TV. Türkiye'nin milli valyutası liranın məzənnəsi sürətlə enir. İnvestorlar yaranmış vəziyyətə görə ciddi narahatlıq keçirməyə başlayıblar. Ötən gün Türkiye lirası tarixinin minimum səviyyəsinə enib və $1.2 liraya satılıb. Ekspertlərin qənaətincə Türkiye'də daxil olmaqla digər inkişaf etməkdə olan ölkələrin valyutalarının zəifləməsinin əsas səbəbi ABŞ Federal Ehtiyatlar Sisteminin maliyyə siyasətindəki dəyişiklik, o cümlədən kəmiyyət yumuşadılması proqramının tədricən dayandırılması qərarıdır. Dekabrın ortasında Türkiye'de baş qaldıran korrupsiya qalmaqalı ilə əlaqədar yaşanan hökumət böhranı isə vəziyyəti daha da mürəkkəbləşdirib. Maliyyə analitikləri liranın bundan sonra da ucuzlaşacağını proqnozlaşdırırlar. İndi Türkiye'nin Mərkəzi Bankı güclü təzyiq altındadır. Bank iyun ayından etibarən milli valyutanın dəyərinin qorunması üçün $18 milyard xərcləyib. Dekabrdakı qalmaqaldan öncə isə bank valyutanın qorunmasına ayda $3 milyard çox xərcləməməsinə qərar verib. İndi isə Mərkəzi Bankın bütün planları alt-üst olub. Hazırda Türkiye'nin xarici valyuta ehtiyatları cəmi $40 milyard. Xarici investorlar isə ölkədəki vəziyyətdən ciddi narahat olduqlarını ifadə ediblər. Əksər sərmayəçilər bu ilə nəzərdə tutulmuş planlarını həyata keçirməyə ehtiyat edirlər. Birləşmiş Ştatlar Senatı Federal Ehtiyatlar Sisteminin rəhbərliyinə Janet Yellenin namizədliyini sonuncu dəfə səs verməyə çıxarıb. 56 senator lehinə, 26-sı isə əleyhinə olmaqla onun namizədliyini təsdiqləyib. Beləliklə, sistemin 100 illik tarixində ilk dəfə olaraq quruma qadın rəhbərliyi edəcək. Yellen fevralın 1-dən etibarən vəzifəsini icra etməyə başlayacaq. Rusiyanın Gazprom şirkəti 2013-cü ildə Avropaya qaz ixracı ilə bağlı hesabat açıqlayıb. Şirkətdən verilən məlumata görə regiona qaz ixracı 139,3 milyard kubmetr olub ki, bu da 2012-ci ilin müqayisədə 28,8% çoxdur. Bundan əlavə şirkətin ümumi ixrac həcmi də 7,1% artaraq 217,7 milyard kubmetr olub. Rusiya ərazisindən çıxarılan qazın həcmində də yüksəliş müşahidə edilib. Belə ki, hasilat 2% artaraq 688 milyard kubmetrə çatıb. Google şirkəti dünyanın ən iri 4 avtomobil konserni ilə razılaşma imzalayıb. Sənədə əsasən bu ilin sonunda istehsal olunan avtomobillərin kompüterlarına Android əməliyyat sistemi yüklənəcək. Bu barədə şirkətin baş icraçı direktoru Larry Page məlumat verib. Audi, Honda, General Motors, Hyundai şirkətləri ilə əməliyyat sistemimizin tətbiqi ilə bağlı razılıq əldə etdik. Cari ilin sonunda istehsal olunan avtomobillər artıq Android sistemli kompüterlərlə təchiz ediləcək. Hesab edirəm ki, şirkətimizin məhsulları alıcıların tələblərinə tam cavab verəcək. Əməkdaşlıq etdiyimiz şirkətlərin maraqlarını əsas tutaraq qüsursuz xidmət göstərməyə çalışacağıq. Düzdür, bu bizim üçün ilkin təcrübədir. Məhz bu səbəbdən kommersiya marağı prioritet deyil, lakin gələcəkdə dəyişiklik ola bilər. Amerikanın Dow Jones S&P 500 və Nasdaq 100 indeksləri təxminən 0,3% yüksəliblər. Yaponiyanın Nikkei 225 endeksi 0,44% qalxıb. Nikbin əhval-ruhiyyə isə Avropanın fond birjalarında sirayət edib. Almaniyanın DAX və Böyük Britaniyanın FTSE indeksləri 0,3% yüksəliblər. Qazınla 0,15% bahalaşıb. Hazırda bu metalın bir unsiyası $1240 civarındadır. Gümüşün qiyməti 0,5% enib və $20.8 düşüb. Platin də elə bir o qədər ucuzlaşıb. Palladium dəyərini 0,22% itirib. Mis 0,16%, alüminium isə 0,17% ucuzlaşıblar. Neftin qiyməti bir qədər qalxıb. Light markalı qara qızılın bir bəreli indi $93.78. London birjasında həvəzə çıxarılan Brent markalı neftin qiyməti də təxminən o qədər yüksəlib və hazırda $107.19 satılır. Avro-dollar 1.36-29, dollar yen 104.34-də yüksəlib. Funt sterling dollar isə təxminən 1.64 səviyyəsindədir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rublu 2,4 qəpik, Türk lirəsi isə 36 qəpik.
Bu kadar bugünün əsas iqtisadi yeniliklərini ekonomikdə təqdim etməyə çalışdıq. Sağlıqla qalın.